Ben o cəmiyyət uğrunda mübarizə aparıram. Cəmiyyətə sonsuz dərəcə təşəkkür edirəm ki, və mənə çatan məlumata görə mənə çox ciddi dəstək var. Bütün dəstəkçilərə salam, elə onların o dəstəyi mənə enerji verir, güc verir. Miskin həyata son qoymarıq. Şərəfli bir dövlətdə şərəfli vətəndaşlar kimi, hüquqlu vətəndaşlar kimi yaşamalıyıq. Yoxsa feodal qanunlarından, oğru qanunlardan idarə olması deyil. Bir nəfərin kəsimdən, bir nəfərin şıltaqlığından idarə olması deyil. Bu yaraşmaz bizə. Sən